Salam əziz izləyicilər, abituriyentlər və müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün biz Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün dərc etmiş olduğu 2025-ci ili 20-li informatika sınavından 5 nömrəli sınağa baxacaq. Bu sınavda mətn prosessorları, cədvəl prosessorları, verilənlər bazası mövzuları ilə bağlı suallar mövcuddur. Sual nömrə 1. Mətn redaktorunda yazılmış programmer ifadəsi yazılmış. Daha sonra bu söz sesləri ardıcıl olaraq 4 dəfə Ctrl+C, bir dəfə Ctrl+X. Deməli belə. Əgər birincisi deyim ki, neçə dəfə Ctrl+C basılmasının heç bir fərq yaratmır. Və bu prosesdən sonra Ctrl+X basıbsa, edibsə, yəni kat əmri icra olunubsa, artıq Ctrl+C-nin heç bir anlamı qalmır. Yəni bu səbəbdən dolayı Ctrl+X bunu buradan götürdük və mənim də bu kopyalanıb, amma burada yoxdur. Sonra 3 dəfə Ctrl+V icra olunub. Deməli 3 dəfə yerləşdirib. Bu səbəbdən dolayı ə, cavab Y. Qeyd edim ki, Ctrl+C kopyalamaq, Ctrl+X Word-də cut əmri, Ctrl+V isə paste əmridir. Verilənlər bazasına işçilər adlı cədvəli fraqmenti verilmişdir. Bu cədvəldə aşağıdakı kimi sorular tətbiq edilərsə, alınan yeni cədvəldə ilk 3 yerdəki işçinin adi nömrədən aracılığını müəyyən edin. Baxırıq ki, burada deməli, ilk 3 yer sözü vurğulayıb, sorta diqqət edirik, sort boşdur. Kriteriya, deməli, kriteriya bölməsində isə, yəni kriteriya və ondan aşağıda yalnız bir sətirdə şərt var. Eyni bir sətirdə olan şərtlər də deməli əndlə kəsişdirilir. Yəni 23-dən böyük bərabər olan mənası verəcək. Çünki not inkarı var bunun. Bu da 520-dən böyük. Yaşı 23-dən böyük bərabər olanlar bu yoldaş, bu yoldaş, bu yoldaş, bu yoldaş, bu yoldaş və bu yoldaşdır. Maaşı isə bunun 520-dən böyük olanlar bu, bu və budur. Burada uyğun ardıcıllıq saxlanılacaq default necə yazılıbsa, yəni 1, 5, 7 kimi. Deməli, burada uyğun cavab yoxdur. 5, 7 biri seçəcəyik. Sübutlayım bunu mənim bir abituriyentim soruşmuşdu deyə. Deməli, bu həmin cədvəldir. Query'm buradadır. Query'nin dizayn viewsuna baxaq. Gördüyümüz kimi, yaxşı, bunu hətta not 23-dən kiçik belə yaza bilərik. Görəcəyik ki, yenə eyni sorğu, eyni bir şey alır. 157 ardıcılı, çünki default ayda ardıcılığına görə nizamlanır. Sual nömrə 3. B xanasında yazılmış bu düsturu A7 xanasına köçürülür. Demək, köçürmə B3-dən A7-yə doğru olur. B3-dən A7-yə doğru olursa, sütunlar üzrə -1 addımlayıb, sətirlər üzrə isə müsbət 4 addımlayıb. C-nin qarşısında dollar yoxdur. Sütunlar üzrə -1 addımlayacaq. C qala bilməz burada. Dollar 12 olduğu kimi qalacaq. D-nin qabağında dollar var. Dəyişmir. Dollar mütləqilik qaydasını qoyur həmin hissəyə. Deməli, ona görə bu çıxır. 17-nin 13, deməli, plus 4, 17 olacaq. Okeydir. Bura kimi heç bir sıxıntı. Eyni gəlirmi? Eyni gəlir. Okey. Plus 2 dənə sam. Dollar C, aha, burada gördüyümüz kimi dəyişib B olub. Ola bilməzdir, çünki C-nin qarşısında dollar vardı. Üçüncü sual A variantı doğru cavabdır. Keçdik dördüncü suala. Verilən bazasının cədvəli üçün hansı əməliyyat yerinə yetirir? Həmin cədvəlin strukturu dəyişmək. Bunlar datalarla bağlı işlər görüləndə strukturu dəyişmir, yəni verilənlərlə bağlı. Cədvəldə hər hansı bir yazını sildikdə yazı bəli elə budur. 4-də A. Çünki yazı ilə bağlı dəyişiklik bu dataların dəyişikliyidir. No. Sahə ilə bağlı dəyişiklik isə struktur dəyişikliyi olar. Davam eləyək. Deməli, növbəti sual, 5-ci sual mətn faylında
Yəni burada dediyim kimi sahə dəyişikliklərdir. Ona görə dördüncü sualda A variantı doğru cavab oldu. Beşinci sual mətn faylında ancaq ə, imtahan sözü mövcuddur. Bu mətn üçün aşağıdakı proses icra edilir. Kontrolca yəni kopyalandı, əla. Və mətnin sonuncu hərfindən sonra dərhal tire qoyuldu. İnformatikadan sonra dərhal tire. Ə, İki dəfə kontrol ver. Yəni yenidən imtahan və imtahan ifadələri bitişik şəkildə yazıldı. Bura imtahan. Davam edək. Deyir, alınmış mətn üçün bu proses yenidən bir dəfə təkrarlandı. Yəni, burada 3 dənə əmələ gəlmişdi. Belə deyək, 3 dənə imtahan ifadəsi var idi. Bunun 2 söz və yaxud bir söz kimi qəbul edə bilərdik. Bunu 2 dəfə, bir dəfə və bir dəfə də elədi. Ə, Bu o deməkdir ki, neçə söz əks olunlar. Neçə sözü deyəmərəm, amma 1, 2, 3, 3 vurulsun 3, 9 dənə imtahan ifadəsi əks olunacaq. Elektron cədvəldə doğru yazılmış düsturları müəyyən. Düstura bərabərlik işarəsi ilə başlayır, okeydir. 1-də səhv görmürəm. 2-də bu dollar burada nə gəzir? Sonra 3-də sətir nömrəsi sütun adından qabaqda ola bilməz. Bu səhvdir. Deməli, bu səhvdir. F dollar 7 vurulsun 6 çıxsın Y1. Burada sıxıntı görmürəm. Elə cavab 1, 4, 5 gördüyük kimi 5-də sıxıntı yoxdur. Hansı növ əməliyyatlar icra olunub? Baxaq, komandalar tətbiq olunub. Altdan xətt var. Yəni 3 nömrəli var. Deməli. Sonra like sıralayın. Yəni üzərindən xətt var. Gördüyümüz kimi burada. Ona görə bunu seçirik. Deməli 3, 4. Daha sonra diqqətləsə burada in ifadəsi və 1, 4, 5 bolddur. Ona görə bir də doğrudur. Bu səbəbdən dolayı 1, 3, 4 doğru cavab olacaq. Keçdik növbəti suala. Növbəti sual 8-ci sualdır. 8-ci sualda sorğudur. Bunlar barəsində 5 cümlə bilmək yetərlidir. Ənd kəsişmədə, or birləşmədə, oradan üstünəməlidir. Mötərizə üstünlüyü sağlayır. Not içindəki bir aid olduğu hissəni tam inkar edir. Yəni içəriyə baxıb sonra çölə çıxmaq lazımdır. Deməli, mötərizələrə diqqətliyə bir dənə, bir mötərizə, iki mötərizə açıldı, biri bağlandı, qaldı bir, iki dənə, ikisi bağlandı. Burada bir mötərizənin biri yoldaşdır. Bu sadəcə artıq düşüb, olur belə. Kimyası 20-dən böyük olanları seçeyim. Kimyası 20-dən böyük olanlar, kimyası 20-dən böyük olanlar, gördüyümüz kimi bununla paraleldə həmin şeylə birləşir. İnformatikası 20-dən kiçik olmayanlar, yəni informatikası 20-dən böyük bərabər olanlar seçirik. 20-dən böyük bərabər olanları. Bu yuxarı hissə bizə verir. Yuxarı hissə bizə verəcək. Deməli, 1, 2, 4, 5 və 6-nı. İndi də bu da kəsişdiriləcək. Deməli, fizikası 21-dən böyük bərabər olanlarla. Çünki ənd kəsişdirmədir. Fizikası 21-dən böyük bərabər olanların biri budur. Biri də budur. Deməli, həmin şeylərlə kəsişdirəndə 21-dən böyük düzmüşəm. Okay, 1-5 cavabı olacaq. Yəni 8-ci sualda Y variantı doğru cavabdır. Ekran cavabına uyğun olaraq diaqram qurulmuşdur. Diaqram hansı diapazon əsasında qurulmuşdur? Diaqram hansı diapazon əsasında qurulub? Gəlin baxaq. Deməli, birinci, ümumiyyətlə bu növ diaqramlarda, yəni sütunlu və yaxud bar sola doğru koordinat başlanğıcından başlayaq, belə deyək də 0 nöqtəsindən sağa doğru birinci hissə birincidir, yəni bu 7-dir, 3-dür, daha sonra isə 5-dir. 7, 3, 5 dəyərini biz A2, C2 diapazonunda görürük. 9-cu sual B variantı doğru cavabdır. 10-cu sual. Deməli, bu sağa doğru görsənməyə bizi çaşdırmasın. Bu sualda deyir ki, mətn sahəsində yazılmış ifadə haqqında doğru olanları müəyyən edin. Görürük ki, bold olub, italik olub, sonra equal kontrolu, yəni mərkəzə doğru düzləndirilib. Sola doğru düzləndirilib, xeyr, qalın, bəli, yazı şriftin ölçüsü 12-dir.
Amma santimetr deyil o, punkt, point, yəni bir dənəsi 0,35 millimetr deyil. Yəni ona görə 12 vurursan 0,35 və bölünmüş həmin 100 belə bir şey ölçüyə gəlir çıxır. Axırı santimetr deyil. Nişanlanmış siyahı ilə yazılıb. Bunu deyə bilmərik. Kursiv yazılış çünki niyə görə burada heç bir siyahıdan heç istifadə olunmuyor. Nəinki nişanlanmış, nəinki sıralı, nəinki çiçə. Kursiv yazılış formasından istifadə olunub. Bəli, italik aktivdir. 5 doğrudur. Mərkəzə doğru düzləndirilib. Bəli, 2, 5, 6 doğru cavabdır. D variantını seçmiş oldu. Meta redaktorunda bu cür fraqmentlə kursor dayandırma mövqedən aşağıdakı ardıcıllıq ilə işlər görülüb. Baxaq görək nə işlər görülüb. Backspace klavişi sol A doğru silir. Deməli ikisi, üçüncü bu boşluq, dördüncü bu N getdi. Sonra 3 dənə sağa doğru basılıb gəlib deməli N-dan burada dayanıb delete 5 dəfə silinib. O, L, O, C, Y. Bunları siləcək. Backspace klavişi 6 dəfə sıxılıb. Deməli 6 dəfə sıxılıbsa, deməli N, H, C-ni silir. Sonra burada da 3'ün orada sildi. O, I, T'ni sildi. Informa qaldı. Informa 11-ci sualda ilə E variantı doğru cavabdır. Verilənlər bazasında doğru fikirləməlidir. Bir neçə sütuna eyni ad vermək mümkündür. Qətiyyən eyni bir cədvəldə bir neçə sütuna eyni ad vermək mümkündür. Çünki sahə adları unikaldır. İxtiyari ardıcıllıqla düzülə bilirlər həm sətirlər, həm sütunlar. Bəli. Cədvəldə sətirlər təkrarlana bilər, sütunlar isə yox. Nə sətirlər təkrarlana bilməz, nə də sütunlar. Çünki sətirləri unikalleyen primary key var. Sütunlar da zaten dedik, hərəsi ayrı parametrdir deyə. Başlıcaq xüsusiyyətdir. Həmin sayda məzmun təkrarlanmır. Bu tamamilə doğrudur. Zaten yazıları unikallığını verən budur. Verilənləri şəbəkə modeli deyişdir. Ölçülü massiv. Xeyr. Relyasiya modeli buna aiddir. Şəbəkə yox. Relyasiya. Relation anlayışına olan relyasiya. Deməli, nə oldu cavab? 2, 4 doğru variantlar. 12-ci sualda A seçdik. B4 xanasında olan düstur yazmışdıq. B4 Y5 diapazonunda B4-də B4 Y5-ə köçürülüb. Amma sənə deyib ki, A4 D, A4 D5-də Təbii ən böyük ədədi xananı müəyyən edin. Okey. Yəni bu ərazidə istəyir bizdən. Çox da ki Y5-ə köçürdük. Y5-in özünə baxmayacağam. Nəyə görə? Y5-in qiyməti bizə maraqlıdır sualın şərtinə görə. İndi baxaq. Bu deyir ki, aşağı Y5 baxaq. Y sütununa baxmayacaq. Yəni daha doğrusu mən 3-dən niyə xətalı elədim? Deməli, buradan bura kimi baxacağam. Bura köçürdüm mövqeyə, burası 0, 0 qalır. 6 dənə xanaya köçürdək. Deməli, bu B4 xanasında budur. B4 xanasının bir-bir yazacağım. Çaşmayaq da. B4, B5, C4, C5, D4, D5. Deməli, baxaq. Bu düsturu, bunu sağa doğru apardıqca zaten C3-ə müraciət edəcək, yəni 16. Yəni, belə çıxır ki, B4 elə 16 plus 15-dir. Bu bizə verdi 31. B5 bunu bir tık aşağı düşürdəndə bu C3 yerinə C4 olacaq. Ona görə hələlik C4-ü gedək tapaq. C4-ə doğru, sağa doğru sürüşdürüləndə isə bu A1 yerinə B1 olacaq. Yəni bu olacaq burada artıq yazaq. C3 plus A yox, B4-də yox. Səhv yerə yazdım. Deməli, alt-alta yazmışam. C4'te bu sağa doğru aparılanda nə olacaq? Dollar C3 çünki C'ni sabit saxlayıb plus A çevrilib B olacaq. B dollar 1. Bu da bizə verəcək neçə? C3 16'dır. Yəni bu sətir boyu hamısında yəni burada da dollar C3 olacaq zaten. Bu da çevrilib C dollar 1 olacaq. Deməli, D-də, bəli. Deməli, nəsə, dollar
C3 yəni 16 üstünə gəlsin B1. Bu bizə 38 dəyərini verəcək. Əla. C3 səncə bu bizə 34 dəyərini verəcək. B4-də olan düsturu aşağı düşürsəm, B5-dəki olacaq. O da eləyəcək bu düsturun rəngini. Bu düstur B4-də də aşağı düşürdüyündə dollar C4 plus elə A qalacaq. Çünki eyni sütunda olmuş olur. Dollar 1. Bu da bizə verəcək nə? C4 deməli C4-ü almışıq biz 38. Bu da eləyəcək 38 plus A1 neçədir bizdə? 15. 15. Ümidvaram bir hesablama xətası eləmirik. 53. Bu düsturu aşağı keçirdəndə bir sütun olacaq. Dollar C4 plus elə B dollar 1. C4'ümüz bizdən bu da bizə verəcək. C4 yenə 38. B1 isə 22'dir. Artıq 60 aldıq. Yəni hələlik ən böyük 60'dır. Düz yadımda qalsa elə burada cavab 60 idi. Deməli D5'ə gələndə isə bu olacaq yenə dollar C4 plus özüm qəssəm belə yazdım. Bu sualı qısa yaza bilərdik. C dollar 1 olacaq. Bu da bizə nə verəcək? C4 bizdə 38 idi. C1 isə deməli neçədir? 18'dir. Bu da bizə verəcək 53. Yox, 56. Bizə cavab 60. Yəni 13-cü sualda A variantı doğru cavab olacaq. Bu nədir? 14. Deməli, Word proqramında tamamilə boş olan mətndə yeni abzasdan 23 simvolluq mətn daxil edilir. Yeni abzas deyəndə tamamilə boşdursa 23 dənə simvol var. Daha sonra Enter. Enterdə çox da ki, belə deyək, xidməti klavişdir. Amma özü-özlüyündə həmçinin sətir sonu bitmə simvoludur. Enter simvoludur. Slash n deyək. Bir dənə artırdıq. Sonra 20 simvolluq mətn daxil etdi. 20 dənə. Sonra 24 dəfə backspace, yəni kursor buradadır. Elə bil sola doğru siləcək. 24 dənəsin çıxacaq, qalacaq. Deməli, daha sonra sənətdə neçə simvolun qaldığı 20 dənə simvol qaldı. Əlaqələndir cədvəldə bu cədvəllərə əsasən Nəzirə Hüseynovun dərsində iştirak edən şagirdlərin ümumi sayını müəyyən. Getdiyi Nəzirə Hüseynovu tappa aşağı. Bu abituriyent. Ana bu fen aydın müəllim adı. Hə müəllim adı bütöv belə yazılmaz. Müəllim adı bir sütunda, müəllim soyadı ayrı bir sütunda olar. Yəni burada relation sıxıntısı var. Nelerine girmiyor. Nəzirə Hüseynova tapdıq. 1231'dir bunun kodu. Nəzir. Başka yoktu ki burada olan məhz yox. 1231 biri budur. Biri budur. Deməli. Sonra 13 görmürəm. Yəqin ki, elə bir variantı doğru cavab olar. Neçənci sual idi bu? 15-ci sual. 16-cı suala keçdi. Doğru ifadələri müəyyən edin. B3 Y7 diapazonunda 12 xana var. Gəlin baxaq. B, C, D, Y. B, C, D, Y. 4 vurulsun. 5, 20 xana. Bu yanlış fikirdir. 16'da 1 yanlış oldu. Deməli, diapazon xanalının daxilindəki məlumatları silmək üçün bəli, delete. Bu doğru cavabdır. 6 sütun var. A, B, C, D, Y, F. Bu doğrudur. Qarışıq istinadlar nümunəli olaraq, xeyr, bu mütləq istinaddır. Hər hansı xanada birbaşa hesablama aparmaq olmur. Xeyr, bu verilənlər bazasında olmur, amma burada olur. Hər hansı xanada hesablama aparmaq üçün bəli, düstur qurmaq lazımdır. O da bərabər işarəsi qoymalıdır. Mətn redaktorunda 4 müxtəlif şəhər adı aşağıdakı kimi yeni abzasdan yazılıb. Əla. Standart sual tipidir. Şirvan adı seçildi. Ctrl X oldu. Yəni buradan götürüldü. Burada yoxdur. Artıq məndə kopyada var. Kursor saatlının əvvəlinə gəlib Filip Ctrl V eləyir. Deməli, bura 3 nömrəli düşür. Nömrəsi 3 olan. Sonra imişli abzası seçilir və yenidən Ctrl V eləyir. Deməli, kopyada Şirvan var idi. İndi imişlini seçib Ctrl V eləyəndə Şirvan onun yerinə keçir. Olur 3. Sonra kursor saatda abzasının əvvəlinə gəlir. Yəni bura bir dənə də 3 yazır. Ctrl V edir deyə.
Abzası sonuncu Sabirabad abzası seçilir. Getdik. Sabirabad abzasını seçdik. Okey. Sabirabad abzasını seçəndən sonra heç bir əməliyyat icra eləmir deyə burada dəyişiklik baş vermir. Avtomatik olaraq 3, 3, sonra 1, 2 və sonra 3 şəklində olacaq. Yəni 3, 3, 1, 2, 3. Yoxdur ki, burada 3, 3, 1, 2, 3. Aha, 17-ci sualda C variantı doğru cavab olacaq bu səbəbdən. 18-ci sualda A hərfi verilən abzasın soyadı A hərfi ilə başlayan. Əla. Yaşı 23-dən böyük olmayan, yəni 23-dən kiçik bərabər olsun yaş. Və ixtisası riyaziyyat. İxtisası yəqin ki, yaşı 23-dən kiçik bərabər söhbəti ilə olacaq. Bunlar 3 şərt eyni vaxtda verilir və kəsişdirilir deyə orlarla olanları çıxacağım. Çünki not görmürəm zaten. Ümumi inkar yoxdur. Yəni De Morgan qanunu tətbiq edilməyəcək. Buna görə də bu da sildi. 23-dən böyük olmayandır. Bu da sildi. Elə A variantı doğru qalır. Amma burada əslində bərabərlik işarəsidir. Bu like açar sözü ilədir. Bunu da vurğulayaq. Səyahət məktəb kitablarına görə suallar belə tərtib olunur. Bunu sadəcə kənar vurğulayalım. Əsasən yazıların sayını müəyyəndir. Yazılar sətr üzrə datalardır. 1, 2, 3, 4, 5, 6, 7 dənə yazı var 19-cu sualda. D variantı doğru cavabdır. Və kitablar açılır verilmişdir. Bu sayədə hansı kitablar açar? Başlıca açar. Başlıca açar hər bir yazı üçün olur və onu mütləq fərqləndirir. Eyni ada sahib kitab ola bilərdi. Çıxdı. İki fərqli kitab eyni qiymət ola bilər. Çıxıb. Eyni illə iki kitab çıxa bilər deyə. Olmaz. Oxucunun sıra nömrəsi oxucuyu üçün başlıca açar olar, amma iki fərqli kitabı bir kitab oxucu oxuya bilər. Yəni çoxun birə o tərəfdən baxanda birin çoxa əlaqəsi olur. Əslində çoxun çoxa əlaqəsi. Əlaqəni qurdurmaq üçündür. Qısası bu orada foreign key olur oxucu. FK many to many-də n boşa nöqtə n-in əlaqəsi olar oxucularla kitablar arasında. Bəli. Kitabın sıra nömrəsi isə bu dəqiqdir ki, artıq nədir? Başlıca açar olur. Elektron cədvəl diaqramda nömrələnmiş elementlərdən legendanı müəyyən edin. Bu aşkardır. Sıralı olmayan adlandırma deyə bilərik buna. Deməli, 21-ci sualda D variantı doğru cavabdır. Sıralı isə qurulma sahəsi adlanır. Davam edək. Daha sonra doğru olmayanları müəyyən edin. Sola düzləndirmə. Xeyr, bu sətirlər və abzaslar arası boşluq. Düstur, bəli, qarışdırmayaq. Bu simvoldur. Bu düsturdur. Olmayanları deyir. Oy, oy, oy. Gözün var. Səhvə gedir. Deməli, buna plus qoyacam, buna minus. Simvolun rəngini dəyişdirmək. Xeyr, bu simvolun ölçüsü. Cədvəl, bəli, fiqur, xeyr, bu şəkildir, aşağı görsənir. 1, 3, 5 doğru olmayan bədlərdir. Buna görə də 22-ci sualda A variantı doğru cavabdır. D3 xanasında hansı təmədədə yazılması ki, D2 xanası qiyməti 57 olsun. D2 xanasının 57 olması üçün deməli, gəlin baxaq. C3 xanasına nə yazılır? C3 xanası X. Görürük ki, D2 xanası həmçinin C2, C4 baxaq. D1-dən istifadə edir də D1 tapmalıyam. D1 hansıdır? D1 B2 C3 diapazonudur. B2 C3 diapazonu. Yəni 9 plus, yəni buranı belə deyə bilərik də. 9 plus 5 plus 20 bunun samı plus 2 plus 5. Bu budur. Bu da bizə verir nə? Deməli 20, 30, 39 plus x. Bu 39 plus x olur. Bura. Bir daha baxaq, bəli. 2 dənə D1, yəni 2 dənə 39 plus x çıxılsın sam C2, C4. Ay, ilişdik. Sam C2, C4. C2, C4 diapazonu isə bu ərazidir. Deməli, sam C2, C4. Bu da edir nə? Çıxılsın, belə deyək də, 27 plus x plus 5. Sonra da çıxılsın 4. Bu bizə verib nəyi? Bunun qiyməti nədir? Baxaq. Bunun qiyməti 57-dir. İndi bunu vurub açaq rahatca.
Nə edəcək? 78 plus 2x çıxılsın 27 plus 5 32 çıxılsın x çıxılsın 4 bərabər olur 57. X'lar burada islah edəcək müəyyən hissəsi. X rəngi dəyişər rahat görürsənsin. Bu x getdi. Buradakı 2 getdi. 78 çıxılsın 32 bir dənə də neçə? 4 yəni 36. Burada qalacaq 42. 23-cü sualda deməli elə. Aha. 2x okey. 78 27 plus x 2 dənə deyib 1, yəni 78. Deməli belə. Çıxılsın. Baxa bir dənə 27. Ay, burada 2 dəfə hesabla eləməyim mən. Oo, 5 plus. Burada nə 27 demişəm ki, 22-dir. Deyirəm axı nəsə beynim. Bu sual yadımdadır təqribi. Bura 22-dir. 22 olanda bura 27 çıxılsın olur. 27 çıxılsın. Neçə olur? Bu da deməli buradan x da çıxır. Deməli 27 çıxdım 40 50 31 çıxdım. 27 çıxdım belə də 51 47 x-a bərabərdir 57 çıxılsın 47 yəni cavab 10 doğru variantdır. Deyir ki, indi belə bir sual verib. Deməli A2 C2 deməli A2 buradır, B2 buradır, C2 də buradır. Çünki saat 12:10-dan sağa doğru gəldim. A2 nədir? B1 plus B1-i bilmirik də biz. Hələ. A2 lazım deyil ki bizə. B2 ilə C2 bir-birinə bərabərdir. 25% 25% görürük. O da bərabərdir 25% faiz. Ona görə də B2-nin qiyməti nədir? B1 yəni x bu nədir bura? B1 çıxılsın 4-ün yerinə x minus 4 yazarıq. Bura nə olur onda? Gələk aşağıdan yazaq. Bunu ayırdıq. B1 yəni x çıxılsın 2 dənə. Bax, yenə mötərəzi sərf eləyəcəyik. Deməli, B1 yəni x çıxılsın 2 dənə. Nə oldu orada? X minus 4. Bu bərabərdir. Nəyə bərabərdir? Bu bərabər olur. Deməli, buradan belə qoyaq. B1 plus B2 yəni x plus deməli x çıxılsın 2 dənə x minus 4 bölünmüş 2 bir dənə də çıxılsın 1. Bunu həll edəndə deməli biz deməli 2x 2x müsbət 4 4 bölünmüş 2 inşallah səhvlənir. Deməli 4 yox. Deməli belə. Neyse yuxarıdan başlayaq da. Mənfi x, x çıxılsın 2x bu bizə verəcək. Mənfi x, mənfi müsbət 8 bu bərabər olacaq. Deməli x-lərlə 2x çıxılsın 2x getdi. Bu da eləyəcək 8 bölünmüş 2. Bu da eləyəcək 4 çıxılsın 1. Deməli mənfi x plus 8 bərabər olacaq 3-ə. X də bərabər olacaq 5-ə. Cavab 5. 24-cü sualda 5 doğru cavabdır. Yəni 25-ci sual. Sam B2 B4 düsturunun qiyməti 20-yə bərabərdir. Okey, sam B2. Əgər B1 B4 diapazonunun ədədi ortası 6. B1 B4 diapazonunun deməli sam B2 B4-dir. Düzdürmü? Okey. Deməli, sam B2, B4, sam B2, B4 diapazonun üstünə gəlsəm əgər B1-i qiymətini, bu elə bir B1, B4 diapazonu olacaq. Bu da bərabər olacaq. B1, B4 diapazonun da average deməli 6'dır. 6 burası 4 olacaq. O zaman 25-ci sualda bura
Sam B2, B4'ün yerine 20 yaza bilirik. O zaman B1 neçə olur? B1 olur 4. Yəni 25-ci sualda 4 doğru cavabdır. 26-cı sual verəmsə. Cədvəldə sən iki bacının doğum illəri arasındakı minimum yaş fərqini. Okey. Deməli, eyni valideyninin övladlarına baxacaq. İki bacı deyir deyə. Baxa baba iki bacının doğum illəri. Gerilik suala. Deməli, burada 240 261 həm bunun valideynləridir, getdi. 325 həm bunun valideynləridir. 517 bax görmürəm. Burada 325 iki dəfə görmüşdüm deyə getdi. 356 həmçinin eyni uşağın valideynləridir. 367 həmçinin niyə görə 625 başqa yerdə görsənir, deyəm. Burada görsəndi. Baxa bu sildi ehtiyac yoxdur. Çünki bunlar da bir atası bir anası da 625 ve 630'un 943 ile 962 yalnız burada görsənir. Okey. 427 de belə. Okey. Getdi. 325 ilə 356'ya baxırıq. 325 ilə 356. 325 ve 356. Deməli cins 325'den 356 eyni valideynlərin övladlarıdır. No, biri qadın, biri kişidir. Ona görə bu qadın, bura kişi olsa iki bacı deyirlər. Heç bunu lazımdır. 517 ilə 427 517 ilə 427 görəcək ki, nədir? 517 qadındır. Amma 427 kişidir. Bu da bizə lazım deyil. O zaman 625'in 630. Aha, her ikisi qadındır. 625'in 630 ve burada 3 miqdar alınır. Yəni qadındır ve bunlarda 79 çıxılsın 76. Burada 3 alındı. Bu okeydir. Biz hələlik 600 943'dən 962 kişidir. İkisi də gördüyümüz kimi. Ona göre kişi koyduk kurağa. 743'ten 854. Aha. Burada da bir de iki bacı var. Deməli, belə. O qırmızı aldığım hissədə isə iki bacının yaş fərqi 2001 çıxısı 1994 7-dir. Bizdən sualın şərtinə təzədən qayıdaq. Gəlib arasında iki bacının doğum illəri arasındakı minimum yaş fərqini müəyyən edin. Okey, minimum yaş fərqi 3'tür. 26-cı sual cavab 3 doğru variantı. 27-ci sual deməli bu avtomatik görsənir ki, nömrələnmiş numberingdir. 1-ə B getdi. İtalik kursiv yazılışdır. 3-ə C. Okey. Bir isə justified. Yəni bu bir kontrol J M plus J, yəni justify ədalət falan, ədalət bilmir. Neysə də justice feili justify. Neysə də belə bir şey. Nədir? Mətni kursiv formada yazır. Bu dediğim şey. Mətni tam hər iki sərhəd. Yəni bəli, boşluqları bərabər paylayır. 1-ə D olacaq. Ona görə 1-ə D, 2-yə B, 3-ə C. Çeşitli elektron cədvəl xanasında B2 xanasındakı düstur təsvir B2 düstur xana keçir. B2 xanasına yazılan düstur müəyyən edin. Okey. Deməli, burada B2 xanasına bura nəsə düstur yazır. B2 xanasına yazdığı düsturu sağa doğru apardıqca nə baş verir? Deməli, sağa doğru apardıqca. Deməli belə görsənir ki, deməli düstur sağa doğru aparır. Onda bax diqqətin sətir, yəni bu 6 ilə 4-dən istifadə eləyib ala bilər. 6 ilə 4-dən necə 22 ala bilərik? 6 plus 4 burası 2 plus 2. 6 burası 4 çıxılsın 2. Sonra 22. Okey. Nəsə sətir nömrələri baxın dost, bir düsturda sətir nömrələrin qarşısında bura belə deyək də B1-dən istifadə edir. Düzdürmü? A2-dən istifadə edir. Sətir nömrələrin qarşısında dolların olub boz yazıram, olub olmamağı heç bir fərq yaratmır. Çünki düstur eyni bir sətirdə hərəkət etdirilir. Yəni boşa boz yazdım. İndi bunların arasında nə dedik? Vurma dedik. Gedək vurma əməliyyatına icra edək. Yəni vurma əməliyyatı. İndi baxaq. Deməli, dedik 22 sonra 4-ə, sonra 86-yı 4-ə vurub 2 çıxanda, 342-ni 4-ə vurub 2 çıxanda bu alınır deyə. Neyse burada çıxılsın 2. Düzü bunun cavablarını da görmüşəm.
Sadəcə lazım olan biliyi vurğulayıram. Çıxılsın 2. İndi bax, bu həmişə 4-ə müraciət edir deyə. Burada olmağı mütləqdir. Burada olmağı mütləqdir. Amma burada olmaz. Niyə görə? Bu A2 xanasına müraciət, sonradan B2 xanasına, sonradan C2 xanasına, sonradan D2. Narahat olun, qəbulda 28-ci sualda belə növ sual olmur. Bu sadəcə sizi öyrətmək üçün qoyulmuş sualdır. Belə, yenə də deyirəm, bu boz qoyduğum dollarlar ola da bilər, olmaya da bilər. Yəni bu düstur 4 cür yazıla bilər. Necə 4 cür? Gəlin bir daha göstərək. Deməli, bura A, A2 vurulsun. Dollar B, a, dollar bir çıxılsın 2. Belə ola bilər. Sonra olar ki A dollar 2 vurulsun. B'nin qabağında dollar mütləqdir. A'nın qabağında dollar olmamalıdır. Vurulsun B1, çıxılsın 2. Deməli, hər ikisində də dollar olan halı vurulamışıq. Heç birində də dollar olmasın. Belə də olar. A2 vurulsun. Əsas odur ki, B dolları, A sütunu isə dollarsız olsun. Çıxılsın 2 şəklində. Yəni, burada 4 cür düstur ola bilər. Bunu necə haşiyalı, hansınla bunu 4 cür yazılışı doğrudur. Deyir ki, B2 xanasına düstur daxil etmiş və B2 Y6 diapazon üçün nəticədə yuxarıdakı kimi cədvəl alınmışdır. Okey. Buna əsasən B2 xanasına sayı yazılan düsturu müəyyən edin. Okey. Deməli, B2 xanasına yazılıb da B2 Y6 yox. Nəysə də digər xanalara köçürülüb. Ay, ay, ay. Deməli, 3 ilə 4-dən 13 necə ala bilər ki, həmçinin 4 ilə 3-dən bu səfər 19 alsın. Görürsünüz, eyni deyil deyə bax bura. İndi fikirləşək, fikirləşək, fikirləşək. 5 ilə 1-dən 26, 5 ilə 2-dən 27. Hə, bunun bu sütundakılarının kvadratını bu sətirdəkilərinin üzərinə gəlir. Ona görə həmişə bu sütundur deyə sağa sola aparanda dolların qarşısı, A-nın qarşısında dollar işarəsi olmalıdır. A-nın qarşısında dollar işarəsi olmalıdır. Qaldı ki, burada A2-ni götürəcək birinci. Çin qarşısında yenə yəni bu ayırmışıq. Dollar olar da, olmaz da. Gəlin birinci olmazsız yazaq. 4 cür yazaq yəqin ki, bu düsturu da. Burada isə B-nin qarşısı biri, sonra 2-ni, sonra 3-ü, sonra 4-ü götürür deyə. Nə dedik bunu? Bunun kvadratı dedik, düzdürmü? A2-ni vurmanı yazaq da. 4 cür yox, hətta çox cür yazmaq olar. Bunu dollar A2 kvadratı, sonra nə dedi? Plus B. Birdir, indi baxaq diqqətlə. Həmişə bir sətrində qalmalıdır. Burada dollar olmalıdır. İndi bu düstur 8 cür yazıla bilər. Yəni, misal üçün deyirəm, niyə? Bura istəsən, bax, indi yaşıl qoyduğum yerlərə istəsən dollar qoya bilərəmmi? Yox, 8 cür yox. Səbir ola, səbir ola. Okey, düstur elə belədir. Dinləyə. Düstur çünki sətir digər hissələr dəyişməlidir. 8 cür falan boş verin. Düstur belədir. Ehtiyac yoxdur. 8 cür. Keçdik sonuncu sual, 30-cu sual. Deyir belə nə varsa cədvəl verilib. Nəsə yeni cədvəl alındı. Birinci cədvələ əsasən cədvəl tətbiqinin sorğuları müəyyən. Okey. Deməli, bu cədvəldən, bu cədvəli çıxardan sorğumu deyim. Deməli, bura bəlkə də sonsuz sayda sorğu yazmaq olar. İndi misal içində yəni deyirəm, deyərəm ki, ID'si i yazmalıydım burada. Nəsə, ID'si nə bilim bərabər 2 olan or ID'si bərabər olsun 3'e or hem ID'si beraber olsun 8'e or ID'si beraber olsun 9'a. Misal üçün belə yaza bilərdik. Sonra bunların ortaq, sonra başqa cür necə eləyə bilərdik? Bu yazıları bir-biri ilə ortaq, amma bundan o tərəfdə olan ortaqlardan fərqləndirən xüsusiyyətlərə baxa bilərdik. Misal üçün deyirəm. Bu yazıların hamısında soyad oxşayır, yəni soyad. Mən like yazacağam. İndi hələ öz çapından soyadı like. Yəni indi siz belə deyəndə bərabər deyək. Başlayır nə ilə?
M simvolu ile başlayır. Okey. Yani hamısı. İlki M, sonrası nə olur olsun. Yani burada vurguladığım bir şey ulduz simvoldur. Ulduz simvoldur ki, yerində nə qədər nə istəyirsən, neçə cür istəyirsən ola bilər. Bu oldu M ilə başlamaq. Deməli, bu yetmir. Niyə görə? Məmmədova, bax, budur bizdə. Məmmədova, okey. Bu bizə əla. Sonra Mikailova, İpək, bu okeydir. Sonra Məlikov, bu okeydir. Sonra Muradova, bu okeydir. Deməli, biz ə, nədir bu? Ə, bunu, bax, bu yaşılı aldığımı Mərəmli və Miriyevanı o birislərdən fərqləndirməliyəm. Nə? Okey. Deməli. Çox şey var. Misal üçün deyirəm, burada end deyək, kəsişdirəcəyik. Çünki deməli, mən deyim nə deyə bilərik? Deməli, içində 2 dənə 5 hərfli, 4 hərfli, nəm ID kodları 642 533 uymur. Ha, and ID'si not ID bərabərdir. Misal bunun endinin bu tərəfini çox şeylə eləyə bilərik. Misal üçün, baxın, n simvolu ilə bitir bunlar. Bunlar bitmir. And adı like, yəni deyirəm, mən like yazıb silirəm. Deməli, nədir? N ilə bitməsin deyəcək. Bunu deyəcək. Deməli, bu bitənlərdir. Bunları inkar eləyəcək. İçindən çıxardacaq elə bir. O birisi çoxluqdan bunu çıxardacaq. Bu şəkildə edə bilərik. Başqa cür bunun yerinə nə yaza bilərdik? Baxaq, baba. Bunun yerinə nəsə yaza bilərdikmi? Bəli, dinləyəm. Misalsa, bunun yerinə yaza bilərdim ki, not, amma bu birisi də, yəni baxın, gəlin, elə bir ki, bax, bunu yazıb, and, bundan kəsişdirəcəkdim nəyi? ID'si, bunları inkarlayanlar nədir? ID'si 7 və 10 olmayan. Onlarla kəsişdirilir. ID'si 7 bərabər 7. Deməli, and ID'si bərabər 10. De Morgan qanununu tətbiqlədim. Burada, yəni, bu göyün yerinə onu qoya bilərdim. Bu, De Morgan qanununda necə ifadə olunur deyim. Not, deməli, belə, ID fərqlidir 7-dən və eyni zamanda, yəni, and ID fərqlidir ondan bu şəkildə. Yəni, bunu mötərizəyə alıb deyə bilərdim ardıcanda and soyadı like, yəni like-ı silirəm. Yəni dediyim kimi, çünki sizlər like görmürsünüz. Like adı M, soyadı M ilə başlayanlar. Bu şəkildə də olardı və s. və s. və s. çox növ olardı. Ümidvaram bu video sizə xeyirli olacaq. Deməli, burada mən göstərdimmi? Göstərdim. Okey, bunu göstərmişəm. Bəyaqları 5-ə. Çünki onu əvvəlcədən saxlamışdım. Bir daha vurgulayaq. Hani o verilənlər bazası sualı. Burada 1-5-7 alınır. Okey. 1-5-7 alınmağına da yenə də deyirəm. Səbəb default sıralıdır. Default sıralamaq üçün elə olduğu vəziyyətdədir. Bunu bir daha göstərirəm. Deməli, query 1 bizə dizayn viewsuna baxaq. Buradan biləcəyik yenədən. Belə, özünüzdən müğayət olun, sağ olun, salamat qalın. Növbəti video izahlarda görüşənə dək. Belə.